Modellərin növləri. Salam dostlar, bugünkü dərsimiz informatika fənninin modelləşdirmə bölməsinə aiddir və mövzumuz modellərin növləri olacaq. Bu dərsdə biz modellərin nə olduğunu, onların hansı növlərə bölündüyünü və modellərin hansı məqsədlərlə istifadə edildiyini öyrənəcəyik. İlk öncə xatırlayaq ki, model hər hansı bir obyektin, prosesin və ya hadisənin sadələşdirilmiş surətidir. Sadə dillə desək, model obyektin mini versiyasıdır. Amma burada bütün xüsusiyyətlər deyil, əsas və mühüm cəhətlər əks olunur. Modelləşdirmə nədir? Modelin yaradılması prosesinə modelləşdirmə deyilir. Məsələn, əgər siz kompüterdə şəhərin xəritəsini yaradırsınızsa, bu bir növ modelləşdirmədir. Burada siz küçələri, binaları və yolları göstərirsiniz, amma hər bir insanı və hərəkəti əks etdirmirsiniz. Modeli yaradılan obyektin özünə orijinal və ya prototip deyilir. Məsələn, Günəş sisteminin maketini hazırlayırıqsa, Günəş sistemi orijinal, maket isə modeldir. Sadə və aydındır, elə deyilmi? Bəs nəzəri model nədir? Bəzən biz real obyektin fiziki formasını görə bilmirik. Amma onu başa düşmək üçün nəzəri model yaradırıq. Məsələn, fizika dərsində atomun modeli var. Biz onu gözümüzlə görə bilmərik, amma nəzəri model vasitəsilə onun quruluşunu və davranışını təsəvvür edə bilirik. Adekvatlıq. Modelin orijinal obyektə uyğunluq dərəcəsinə adekvatlıq deyilir. Yəni, əgər model obyektin xüsusiyyətlərini dəqiq əks etdirirsə, o adekvatdır. Əks halda model qeyri-adekvat sayılır. Modellərin istifadə sahəsinə görə təsnifatı. Modellər müxtəlif məqsədlərlə istifadə olunur. İndi onları bir-bir nəzərdən keçirək. Tədris modelləri. Öyrənmək və öyrətmək üçün istifadə olunur. Məsələn, biologiyada insan orqanizminin modeli. Təcrübə modelləri. Müəyyən prosesləri sınaqdan keçirmək üçün yaradılır. Məsələn, aerodinamik boruda təyyarə qanadının sınaq modeli. Tədqiqat modelləri. Elmi araşdırmalar üçün istifadə olunur. Məsələn, iqlim dəyişməsinin kompüter modeli. İdarəetmə modelləri. Qərarların qəbulunu asanlaşdırmaq üçün istifadə edilir. Məsələn, iqtisadiyyatda maliyyə proqnoz modelləri. Zaman amilinə görə modellər. Modellər zamanla əlaqəsinə görə iki qrupa bölünür. Statik modellər və dinamik modellər. Statik model zamandan asılı olaraq dəyişmir. Statik model zaman keçdikcə öz formasını və quruluşunu saxlayır. Yəni, bu model yaradıldıqdan sonra onun strukturu və əsas xüsusiyyətləri dəyişmir. Yalnız bir anın vəziyyətini göstərir. Statik model müəyyən bir vaxt nöqtəsində obyektin və ya sistemin vəziyyətini təsvir edir. Məsələn, statik modelə məktəbin planı, şəhərin xəritəsi və ya kompüterin sxemi misal ola bilər. Bu modellər obyektin strukturunu, yerləşməsini və əlaqələrini anlamağa kömək edir. Amma onların dinamik hərəkətini və zamanla dəyişən vəziyyətlərini əks etdirmir. Dinamik model zamandan asılı olaraq dəyişir. Dinamik model zaman keçdikcə öz formasını və vəziyyətini dəyişə bilir. Dinamik modellər hadisələrin və ya obyektlərin davranışını izləməyə imkan verir. Obyektin və ya prosesin zamanla inkişafını göstərir. Dinamik model bir sistemin və ya prosesin müəyyən zaman ərzində necə dəyişdiyini göstərir. Məsələn, dinamik modelə avtomobilin hərəkət qrafiki, hava proqnozu modeli, suyun qızdırılması prosesi misal ola bilər. Belə modellər hadisələrin və proseslərin gedişatını izləməyə və gələcək vəziyyətləri proqnozlaşdırmağa kömək edir. Yekun. Beləliklə, bugün biz öyrəndik ki, model obyektin və ya hadisənin sadələşdirilmiş surətidir. Model real obyektin bütün xüsusiyyətlərini deyil, yalnız onun əsas cəhətlərini və davranışını əks etdirən surətidir. Modelləşdirmə. Modelin yaradılması prosesidir. Modelləşdirmə prosesi zamanı biz obyektin və ya prosesin əsas xüsusiyyətlərini seçir, onları sadələşdirilmiş formada təqdim edirik ki, onu başa düşmək və təhlil etmək asan olsun. Maddi və informasiya modelləri bir-birindən fərqlənir. Maddi modellər fiziki formada mövcud olur və toxunula bilir. İnformasiya modelləri isə obyekt haqqında məlumatı kompüterdə cədvəldə, qrafik və ya sxem şəklində təqdim edir. Modellər həm istifadə sahəsinə, həm də zaman amilinə görə müxtəlif növlərə bölünür. Modellərin növləri onların hansı məqsədlə istifadə olunmasından və zamanla dəyişib dəyişməməsindən asılı olaraq fərqlənir. Məsələn, tədris, tədqiqat və ya idarə etmə modelləri, həmçinin statik və dinamik modellər. Ev tapşırığı. Hər biriniz evdə bir maddi model və bir informasiya modeli nümunəsi tapın və dəftərinizdə yazın. Hər bir model üçün orijinal obyektin adını və adekvatlıq dərəcəsini qeyd edin. Beləliklə, bu dərsdə modellərin növləri ilə tanış olduq. Dərsi bəyəndinizsə, kanala abunə olun və növbəti dərsi qaçırmamaq üçün bildirişləri açın. Sağ olun, növbəti dərsdə görüşənədək.